Salam, hər vaxtınız xeyir olsun. Əziz kanal izləyiciləri və əziz 8-cilər. Bugün sizlərə riyaziyyat 8-ci sinif böyük summativ qiymətləndirmə 2-də olan test tapşırıqlarının izahını sizinlə paylaşacağım. İzaha keçməzdən əvvəl sizinlə bir elanı paylaşım ki, bizim yeni tədris ili üçün tam sıfırdan asılacaq onlayn hazırlıq qruplarımıza qeydiyyat davam edir. Dərslərlə bağlı ətraflı məlumat almaq üçün aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq sualların izahına. Birinci sualda yazıb ki, uyğunluğu müəyyən edin. Bizə 3 dənə tənlik verilir və tənliyin kökləri ilə bağlı uyğunluğu müəyyənləşdirməliyik. Deməli, birinci tənliyimiz bu şəkildədir. X kvadrat çıxılsın 6x bərabərdir 0-dır. Mən buradan orta vuruq kimi x-i mütərizə xaricinə çıxarsam, alınacaq ki, x vurulsun x-6 bərabərdir 0. Və hasilin 0 olması üçün bilirik ki, vuruqlardan heç olmasa biri 0 olmalıdır. Birinci kökümüz 0 olur, ikinci kökümüzdə x-6-nı 0-a bərabərləşdirdikdən sonra ikinci kökündə 6 olduğunu tapırıq. Deməli, birinci tənliyimizin kökləri 0 və 6-dır. Ona görə birinci A variantı uyğunlaşdırırıq. İkinci tənliyimiz 2x-in kvadratı çıx 1 bərabərdir 7 tənliyidir. Mən buradan 2x-in kvadratını tapsaq, mənfi 1-i sağ tərəfə keçirəndə olur 8. X kvadratı buradan bərabər olur 8 bölü 2, 4-ə. Kvadratı 4 olan ədədlərimiz də müsbət və mənfi 2 olduğuna görə köklərimiz müsbət və mənfi 2 olacaqdır. İkinciyə də gedir C variantı. Üçüncü tənliyi də həll etsək, 2x-in kvadratı çıxılsın 3x minus 5 bərabərdir 0 tənliyini həll etsək, bunu biz yenə vuruqlara ayırmaqla da, həm də diskriminantla da həll edə bilərik. Gəlin vuruqlara ayırma üsulunu həll edək. Ortadakı həddi parçalayıb 2x kvadrat mənfi 3x minus 5x plus 2x şəklində yaza bilərik. Çıxılsın 5 bərabərdir 0-dır. Və birinci və üçüncü ədədləri qruplaşdırsaq, ikinci və dördüncü ədədləri qruplaşdırsaq, birinci, üçüncü ədədlərdən 2x-i mütərizə xaricinə çıxaranda qalacaq 2x vurulsun x plus 1. Mənfi 5x minus 5-dən mənfi 5-i çıxaranda qalacaq x plus 1 bərabərdir 0-a. Və daha sonra ikinci dəfə buradan x plus 1-i ortaya vuruq kimi mütərizə xaricinə çıxarsaq, qalacaq x plus 1 vurulsun 2x minus 5 bərabərdir 0. Hasilin 0 olması üçün bir dəfə birinci vuruğu, yəni x plus 1-i 0-a bərabərləşdirib köklərdən birinin mənfi 1 olduğunu taparıq. Bir dəfə də 2x minus 5-i 0-a bərabərləşdirib ikinci kökündə 2/5 olduğunu alırıq. Deməli, üçüncü ədə gedir B variantı. Bu oldu bizim birinci sualımız. Keçid alaq ikinci suala. İkinci sualda yazıb ki, ABCD paraleloqramında üçbucaq COB-nin sahəsi 8 kvadrat santimetr olarsa, üçbucaq ABD-nin sahəsini tapın. Deməli, düzdür, burada biraz şəkil tam düşmüyor, amma mən şəkli burada çəksək, bu bizim ABCD paraleloqramımızdır. ABCD paraleloqramıdır. ABCD. Bunun AC və BD diaqonalları kəsişirlər O nöqtəsində. Kəsişdikləri nöqtə burada O nöqtəsidir. Üçbucaq COB-nin sahəsi üçbucaq COB bərabərdir 8 kvadrat santimetrə və məndən üçbucaq ABD-nin sahəsini istəyir. Əgər buranın sahəsi 8 kvadrat santimetrdirsə, onda buranın da sahəsi olacaq 8 kvadrat santimetr. Buranın da sahəsi olacaq 8 kvadrat santimetr. Həmçinin buranın da sahəsi 8 kvadrat santimetr olacaq. Buranın da sahəsi 8 kvadrat santimetr olacaq. Çünki paraleloqramın diaqonalları kəsişəndə orada 4 dənə üçbucaq yaranır ki, həmin o 4 üçbucağın 4-ünün də sahəsi bir-birinə bərabər olur. Bizdən elə üçbucaq ABD-nin sahəsini istəyir. Üçbucaq ABD görəm ki, ümumi 8 plus 8, yəni 16 kvadrat santimetrə bərabər olur. İkinci sualda cavabımız olur A variantı. Keçid alaq üçüncü suala. Üçüncü sualda yazıb ki, sahəsi 96 kvadrat santimetr olan düzbucaqlının uzunluğu enindən 4 santimetr böyükdür. Mən bir düzbucaqlı burada çəksək, deməli, bu düzbucaqlımızın uzunluğu enindən 4 santimetr böyükdür. Eninə x desəm, uzunluğu x plus 4 olmalıdır. Və bunun sahəsində bizə 96 kvadrat santimetr olduğu verilir. Biz bilirik ki, düzbucaqlının sahəsi eninin uzunluğunun hasilinə bərabər olur. Yəni, x vurulsun x plus 4 bərabər olmalıdır 96-ya. Buradan da əslində bunu vurub açıb tənlik kimi həll etmək olar və yaxud da rahatlıqla görünür ki, x-imiz burada 8-ə bərabərdir. 8 vurun 2, 96 edir. Tapdığım x bu düzbucaqlının eyni olur, uzunluğu da bərabər olur 12-yə. Bunun perimetrini tapsaq, çünki bizdən düzbucaqlının perimetrini istəyir, P bərabər olacaq tərəflərin cəminin 2 misli. Yəni 2 vurulsun 8 plus 12. Burada cavabımız olur 40 santimetr.
Üçüncü sualda cavab olur A variantı. Dördüncü suala baxaq. Tərəfi 6 sm olan rombun kör bucağı iti bucağından 5 dəfə böyük olarsa, rombun sahəsini tapın. Deməli, əvvəlcə gəlin burada bir romb təsvir eləyək. Rombun deyək ki, kör bucağı iti bucağından 5 dəfə böyükdür. Bu bizim romb olsun. Hər hansı bir ABCD rombu kimi bunu işarə eləyək. Bunun iti bucağı kör bucağından 5 dəfə böyükdür. Daha doğrusu kör bucağı iti bucağından 5 dəfə böyükdür. Yəni iti bucağını alfa desəm, kör bucağı 5 alfa olacaq. Və bilirik ki, bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcə olmalıdır. Alfa plus 5 alfa cəmini 180-ə bərabərləşdirsək, 6 alfa bərabər olacaq 180 dərəcəyə və alfanın da buradan 30 dərəcə olduğunu alarıq. Alfamız 30 dərəcədirsə, deməli bu rombun iti bucağı 30 dərəcədir. Tərəfi də 6 sm olduğuna görə rombun sahəsini sir. Rombun a kvadrat sinus alfa sahə düsturunu bilirik. A kvadrat sinus alfaya bunu tətbiq eləsək, bərabər olacaq 6-nın kvadratı vurulsun sinus 30 dərəcə. Bu da bərabər olur 36 vurulsun 2-də 1-ə. Çünki sinus 30 dərəcədə 2-də 1 alır. Cavabımız alır 18 kvadrat santimetr D variantı. Bu da bizim 4 nömrəli tapşırıq. Davam eləyək 5-ci sualla. 5-ci sualda yazıb ki, sürəti məxrəcindən 3 faiz kiçik olan adi kəsrin özü ilə tərsinin cəmi 2,9-a bərabərdirsə, kəsri tapın. Deməli, mən əvvəlcə belə bir kəsr ifadə edəcəm ki, sürəti məxrəcindən 3% kiçik olsun. Yəni, sürətinə x yazsam, məxrəci olacaq x plus 3. Və bizə deyir ki, bu kəsrin özü ilə tərsinin cəmi, bunun tərsi sürətinə məxrəcin yerini dəyişib yazmaq lazımdır. Bunların cəmi bərabərdir 2,9-a. İndi bərabərliyin sol tərəfi üçün orta məxrəclərin hasilidir. X vurulsun x plus 3. Birinci kəsrin sürətini və məxrəcini x-ə vururam, olur x kvadrat üzərindən gəl, ikincinin də sürətini və məxrəcini x plus 3-ə vuran olur, x plus 3-ün kvadratı. Bərabər olmalıdır 2,9-a. Sürəti vurub atsaq olacaq x kvadrat üzərinə gəl, x kvadrat üstə gəl 6x üstə gəl 9. Bölünsün, məxrəci də vurub atsanda olur x kvadrat plus 3x. Bu bərabər olmalıdır 2,9-a. Buradan sürətdə alınır ki, 2x-in kvadratı plus 6x plus 9. Bərabər olur bu 2,9-u da kəsrin məxrəcinə vuranda 2,9x-in kvadratı plus 8,7 olacaq. İndi buradan 2x kvadratını sağ tərəfə keçirəndə olur 0,9x kvadrat. Daha sonra 6x-i, yəni burada 8,7x-dir. 6x-i də sağ tərəfə keçirəndə olur üstə gəl 2,7x və çıxılsın 9 bərabərdir 0-dır. Hər tərəfin 10-a vursaq olacaq 9x kvadrat plus 27x çıxılsın 90 bərabərdir 0-a. Sonra hər tərəfini 9-a bölsək, x kvadrat plus 3x minus 10 bərabər olur 0-a. Vurğulara ayrılanda x plus 5 vurulsun x minus 2 şəklində vurğulara ayrılır. Mənfi 5 və müsbət 2 olur. Mənfi 5 kənar kökü deyənə müsbət kökünü götürürük 2. X-i 2 tapdığımıza görə biz artıq kəsirin qiymətini tapa bilərik ki, sürətdə x idi, məxrəcdə də x plus 3 idi, olur 5-də 2. Yəni cavabımız 0,4 olur. Bu da bizim 5-ci sualımız maraqlı sual idi. Baxaq 6 nömrəli tapşırığa. 6-cı tapşırıqda bərabərsizliyi ödəyən ən böyük tam ədədi bizdən soruşur. Bərabərsizliyimiz bu şəkildədir. Burada yəqin ki 1 minus x-dir. 1 minus x vurulsun x minus 3 böyükdür 2-dən. Bərabərsizliyin sol tərəfini vurub atsaq olacaq x çıxılsın 3 çıxılsın x kvadrat üzərinə gəl 3x böyük olmalıdır 2-dən. Olur mənfi x kvadrat plus 4x minus 3 böyükdür 2-dən. Hər tərəfi mənfi 1-ə vursaq, x kvadrat çıx 4x plus 3 kiçik olur mənfi 2-dən. Bu da x kvadrat çıxılsın 4x mənfi 2-ni sol tərəfə keçirəndə üstə gəl 5 bərabər kiçik olur 0-dan daha doğrusu. Vurğulara ayırsaq x minus 5, daha doğrusu bu vurğulara necə ayrılacaq? Deməli, diskriminantla tapaq, 16 çıxılsın 4ac. Sonra 6-cı sualda sual tam düşmür deyənə mən onun hansı şəkildə olduğunu bilmirəm. Çünki burada bir çıxılsın mötərizənin içərisində nə olduğunu bilmədiyimizə görə keçid alaq növbəti 7-ci suala. 7-ci sualda yazıb ki, 2x-in kvadratı çıxılsın 5x minus 8 bərabərdir 0 tənliyinin kökləri x1 və x2-dir. Bizə yazıb ki, x1-in kvadratı x2 üzərinə gəl x1, x2-nin kvadratı ifadəsinin qiymətini tapın. Ortaq vuruq kimi x1, x2-ni mötərizə xaricində çıxarsaq, mötərizənin daxilində qalır x1 plus x2. Və biz bu kvadrat tənliyi çevrilmiş kvadrat tənliyə gətirməyimiz üçün bunun əmsalı, yəni x kvadratın əmsalı 1 olmalıdır. Hər tərəfini 2-yə böləcəm.
x kvadratı çıxılsın 2,5, x çıxılsın 4 bərabərdir 0 olur. Və Viet teoreminə görə bu tənliyin kökləri hasili sərbəst əddə, yəni -4-ə, kökləri cəmi isə əks işarə ilə ikinci əddinin əmsalına bərabər olur ki, bu da müsbət 2,5 olur. Gətirib bu ifadəni nəzərə alsaq, x1, x2 hasilinin yerinə -4, x1 plus x2-nin yerinə isə 2,5 qoyarıq, olacaq -10. Cavabımız burada A variantıdır. 8-ci suala baxaq. Üçbucaq ABC-də, deməli belə bir düzbucaqlı ABC üçbucağım var mənim. Bucaq C 90 dərəcədir. Bu bizim düzbucaqlı üçbucağımız olsun. Bura A, bura C, bura B-dir. BC 4-dür, AC də 4-dür və məndən A hipotenuzu və AB hipotenuzu və hipotenuzə çəkilmiş hündürlüyüdür ki, tapın bu hündürlüyə də bir CH hündürlüyü desək. Hipotenuzu tapa bilərik rahatlıqla. Hipotenuz buradan AC 4-sə, BC də 4-sə, hipotenuz yəni AB-nin Pifaqor teoreminə görə AB-nin kvadratı bərabər olacaq BC-nin kvadratı plus AC-nin kvadratına. Buradan AB də bərabər olur 4/2. AB-ni 4/2 taparıq və AB-ni 4/2 tapandan sonra bu hipotenuza çəkilmiş hündürlüyün belə bir düsturu var ki, deməli H bərabər olur AB bölünsün C düsturu ilə. Buradan yazsaq 4 vur 4, 16 bölünsün 4/2 olacaq. Bu da 4 bölü kökdə 2, hər tərəfin kökdə 2'ye vuranda 4/2 bölü 2 olur. O da 2/2. H hündürlüyü də bərabər olur 2 kök altında 2'ye. Davam eləyək 9-cu sualdan. K-nın hansı qiymətində bu tənliyin köklərindən biri -1-dir? Əgər bu tənliyin köklərindən biri -1-dirsə, mən aparıb bu tənlikdə x-in yerinə -1 qoya bilərəm. Olacaq -1-in kvadratı çıxılsın 2k vurulsun -1, üzərinə gəl 3 bərabərdir 0 olur. Olur 1 plus 2k plus 3 bərabərdir 0-a, 2k plus 4 bərabər olur 0-a, 2k'mız -4 isə k-nın da -2 olduğunu alırıq. Deməli, cavabımız olur burada B variantı. 10-cu suala tənliyi həll edin yazıb, amma tənliyimiz yoxdur. Baxaq 11-ci suala. 11-ci sualda yazıb ki, perimetri 72 cm və tərəfləri 3/4/5 nisbətində olan üçbucağın sahəsini tapın. Mən belə bir üçbucaq çəkərəm. Bunun tərəfləri 3/4/5 nisbətində olduğuna görə 3k, 4k, 5k kimi işarə edəcəm. Hər hansı bir ABC üçbucağı olsun. Perimetrində bizə 72 vermişdi. Perimetr ABC-ni 72 qeyd eləsək, bu bərabər olmalıdır bu tərəflərin cəminə. Yəni 3k plus 4k plus 5k'ya. Buradan 12k'mız bərabər olur 72'yə, k da bərabər olur 6'ya. K-nı 6 tapandan sonra gətirib burada yerinə qoyarıq. Buranı 18, buranı 24 və buranı da 5, 30 olduğunu taparıq. Buradan görünür ki, bu bucaq düz bucaqdır. Çünki 3, 4, 5 nisbətləsə bu düz bucaqlı üç bucaqdır. Bu üç bucağın sahəsini tapmağımız üçün də SABC bərabər olacaq katetləri hasilinin yarısı. Yəni 18 vur 24 bölünsün 2 olacaq ki, bu da 9 vur 24 olur. 216 kvadrat santimetr. Cavabımız C variantı olur. 12-ci sualda da ifadəmiz düşməyib. Keçid alaq 13-cü suala. 13-cü sualda yazıb ki, şəkildə verilənlərə görə sinus alfa vurulsun. Tangens nədirsə, o da burada yoxdur. 15-ci suala biz baxaq. 15-ci suala. Bərabərsizlər üçün uyğunluğu müəyyən edin yazıb. Deməli, birinci bərabərsizimiz bu şəkildədir. X -4-dən böyük, 4-dən kiçik bərabər. Yəni, bunun deməli, nə yazıb? Ən böyük tam həlli 4 olacaq. Yəni, 1-ə gedir B variantı. Daha sonra tam həlləri cəmi 4-ə bərabərdir. Bu da həmçinin 1-ə gedir. Çünki bunun tam həlləri -3, -2, -1, 0, 1, 2, 3, 4-dür. Tam həlləri cəmi müsbət 4-ə bərabər olur. İkinci bərabərsizliyimizin ən kiçik tam həlli -4-dür. A variantı buna gedir. Və A, B, C variantları gedəndən sonra D variantı da üçüncü üçün qalır ki, tam həllərin cəmi 12-yə bərabərdir. Deməli, belə. Bugünkü izahımız bu qədər. Əgər video sizə faydalı olursa, videonu bəyənib kanala abunə olaraq dəstək ola bilərsiniz. Hələlik sağ olun.